Axşamınız xeyir olsun. Mən gəlmişəm. Bu Cıdır düzü, qabaqda Cıdır düzüdür. Cıdır düzünün arxası bu tərəf. Bura armud bağları deyirlər. Bax bu ağaclar hamısı armud bağlarıdır hamısı. O vaxtı mənim yadıma gəlir. Nənəm həmişə deyirdi, bizdə həyətdə həmişə armud bağları. Bax görürsünüz, bunlar hamısı armud bağlarıdır, ağaclarıdır. Bax belə. Bu hamısı qədim ağaclardır. Sonra indi qəbr üstü gəlmişəm bura. Qohumların qəbirləridir. 4 dənə qəbirdir. Bax bu birinci qəbirdir. Bax bu birinci qəbirdir. Neçə il biz burada olmuşuq, 35 il, 84-cü ildə gəlmişdi bura. 84-cü ildə şəkil də var, o vaxtı şəkillə çəkmişdi. O qəbirlər toçsa həmənki kimi, ancaq indi dəyişilib. Dəyişilib. Bax bu bir qəbirdir. Daşları görürsünüz, görünür torpaq yağışdan, nəsə torpaq sürüşüb, nəsə harasa gedib, indi bu daşlar da sürüşüb, formasını itiriblər də. Bax bu bir. Sonra gəlir bu ikinci qəbir. Kimsə, heç bilmirik. Bizdə bax belə Ad olmayıb da. olmuyor. Kimsə gətirib, bax bunu bir şey diyeyim. Çok görsənsin. Bax belə yazılıb. Görürsünüz. Buraya gəlir üçüncü qəbir. Bu üçüncü qəbirdir. Bu üçüncü qəbirdir. Bu üçüncü qəbirdir. Görürsünüz. Bax bu Dördüncü qəbirdir, bunu çağırırlar. Bu dördüncü qəbirdir. Yazılar. Orada nə yazılıb orada? Ərəbcə yazılır. Ərəbcə yazılır. Biraz da tozulubdur bu yazıları. Amma bunu bir banca ağardır, oxumaq olar yazıları. Bu daşı bəlkə də götürüb aparıb bunu nə bilim, əzdirmək olar. Yox, mən deyim də necə olub bura. Bax bu qəbrin, görürsünüz necə? Baxın. Bu qəbri qazıblar. Neçə metr qazarlar burada? Metrə var? Yox, az olar. 1 metr. 1 metr qazıblar dərinliyi. İndi də o 1 metrdə də mən bilən, bu yaxın vaxtlarda bir dost var, mənim yaxın dostum. Onunla gəlmişdi. Mən ona 20-ci ildə demişdim. O gəlmişdi, Şuşaya gəlmişdi. İşlərinə görə burada. O vaxt dedim ona, get, bax bu yerlərdə evi, qəbirləri. O mən söyləyir, deyir, 20-ci ildə mən gələndə bu qəbir var idi. Bax, həmən kimdir, bu qəbir var idi. 1920-ci ildə. Neçə? 1920-ci il yazılır. 20-ci ildə gələndə. 20-ci il gələndə. O qəbirdə də deyir, var idi. Sonra 20-ci, biz də gəldik, 23-də gəldik, onunla da gəldik. Gəldi, gördü sınıq. O da mənə bir dənə söz dedi. Dedi, bu qadın qəbri olub. Qadın qəbri olub. Qadın qəbri olub. Sındırıblar. Bax, sındırıb. Qəbirdə görünür o qızıl axtaran yoxdur. Görünür o qızıl axtaranla bunlar qazıblar, neyniblər. Nə bilim, o da biraz yaşlı adamdır. İnanmıram, mən bilən bunu ermənilər eləyiblər. O vaxtı ermənilər bütün evləri gedirdi. Mənə demişdilər, mənim babamın evində o gəlib qazmışdılar. Qızıl tapmışdılar evində. Bəy olub da, ona görə. Bəli.
Bax indi bilmirəm də indi sümüyün axtarıq yoxdur, sümüyü də yoxdur. Ha, yoxdur. Bax belə, bax burada da yazılıb. Ərəb dilində yazılıb. Hə? Nə yazılıb? Onu biz oxuyamayırıq. Bunu gəl ağardaq. Ağardan Ağardan sonra bilinər. Ərəb dilindən, hə? Bəli. Onun şəklini mən çəkərəm. Ha, bax belə. Sonra da biz o vaxtı 84-cü ildə olanda, 84-cü ildə olanda, bax bu, Armud bağları. yox, armud bağı yox. Biz burada olanda o vaxtı bax bu ev yox idi. O ev yox idi. Ha, sonra bu evi tikmişdi Givorkov. Ha, Givorkov yox, bu ev qonaq evidir. Sonra mən o dostum var, onun Cıdır düzündə kafesi vardı. Ha, ona demişdilər, bu da o vaxtı o mənə söyləyir. Deyir, o vaxtı Givorkov mən tikdim bu evi, qonaq evi. Ha, ancaq o vaxtı yox idi bu ev. Givorkov da gəlirdi, axşamlar gəlirdi bura, otururdu kanyakla, bax belə, oturub içirdi, baxırdı Cıdır düzə. Bax belə. Ha, bax belə, salam aleyküm. Siz tanıyorsunuz Ha. qəbri? Kimdir? Bu şeydə Allah şu şeydi, Axund dedilər, evi buradaydı. Köhnə Şuşalı olubdu. Güclü elə bir ki, bütün İrandan, Azaddan hamısı gəlirdilər, bunu ziyarət edirdilər. Tanınmış adam olubdu. O necə sübut edirlər? Onu necə sübut edir? Mən niyə görə deyirəm? Hə. O ev mənim babamın, burada 3 dənə ev olub. Bax bu bu var. Aysa o Buranın sonradan elədilər. babam Oğlu oldu, sonra Yox, bura Çansarı texnikum. zavod oldu. selxoz Hə, texnikum o olub. əvvəllər, Aysa, hə, əvvəl. hələ mən deyirəm 84-cü illərdə o texnikum köçmüşdü. Daha texnikum yox idi burada. Bu müəllimin babasının, bu babasının qəbridir bunlar. Bunlar Axund o kim yazıbsa səhv yazıb gətirib. O səhv yazıblar. O nəysə nəvəsi dedi gətirdi. Kim bilsən bu kimdir dedilər gətirdi. Deputatdır dedi qadın. Ha, o mənə zəng eləmişdi, Afəli xanım. Ha, bax ondan. O mənə o vaxtı zəng eləmişdi. Buradaydı, dağılıbdı. Evimiz bizim burada olubdu bizim də. Çan-çan gəlanın nəvəsiyəm mən. O vaxtı babam köhnələrdən burada olandı. Hə. Onların evindən yuxarıda oldu. Bizim ev oradaydı, dağılıbdı. İndi baban durur. Yox, onlar hamısı gedib. Babam da gedib, atam da gedib. Onlar hamısı Hara idi? ölüblər də rəhmətə gedib. Bildim. İndi Afəli xanım gətirdi bax bunu. Ha, o Ancaq dəhşət mən elədi. ona telefonda o vaxtı söylədim. Dedim, o sizin babavızdır qəbri. Niyə görə? Burada bizim qohumlar yatır da burada. Niyə görə? Bax orada görürsüz babam gəlin evidir. Bax görürsüz. 3 dənə ev olub da o vaxtı yazdım. Əvvəl elədi. Mən prosta uşaq olmuşam. Hə. O şey dağılmışdı şey. Bir o buydu, bir bunun altında. Aşağıda bəli. Məndə şəkil var. Hə. O vaxtınız mən o şəkil var həmin evdə. göstərərəm sizə o şəkili göstərərəm. Biz 84-cü ildə burada şəkil çəkmişik. Müəllim babasının. Hə. Bu Sonra da deyir mənim babam. Tacım Allah şükür. yox, bizdə belə Ben bura şeydə reşotkası var idi. ay sağ, Ya, ay ya, sağ, bunlar rişotkası da vardı. Bəli. Deyirəm də bir dənə də səhv eləmirəmsə qulluqluq dəsə qulluqçuları olubdu. Səhv eləmirəmsə Ola bilər. Biri qulluqçuları idi, üçü özü idi. Bundakı oğraşda gəlib qaz şeydi. Bunu kim qazdı bunu? Ermənilər. 100%. Qızıl hə 100%. Şey tanırsan Qazanfəri? Bura var ya, bunu da sonradan qoydular. Bax bunu da altın deşib, içinə girib içində qızıl zad axtarmışdılar. Oğlum yan qızıl axtaran Hə 100% tıqqıldayıb, hə, tıqqıldayıb 100%. Ona görə gəlir. Çünki mən gələndə lap şüşə təzə alınmışdı. Onda gəlmişdim də. Onda gələndə gördüm ki, hamısını qazıblar. Başından Hə, qazılır. başdan qazıb giriblər içinə. De bunu qazıblar, əlim ayağını. Hə, bunu da qazmışdılar. Bu indi dolubdu prosto. Hə, bütün qəbirləri qazırlar. Hə. Mən orada daşları gördüm orada. Hə, də o şey axtarırlar da, qiymətli şeylər. Bu da tanınmış ol vaxt. Bastıranda üzüklü zatdı bastırılıb, ona görə. Yox, bax bu qəbir mənim babamın qardaşı Mirzalı bəy. Onun yoldaşı idi. O cavan rəhməti. O cavan rəhməti gedəndə o vaxtı mən nənəm gil söhbət elirdi. Deyirlər o vaxtı onu qızılla bastırmışlar. Bu ikisi də onlar qardaşdır. Yox, bunlar qardaş deyirlər. Bunlar qohumlar. Bu düz deyir, bax. Bax o bu qulluqçular qulluqçudur.
Düzdür. O Çünki qulluqçu. ova atan deyəndə yadımda, atan demişdi, prosta yadımda qalmır. Bax hamısı deyirdim.